Yeni YouTube kanalıma hamınız hoş gelmişsiniz. Ben burada ders videoları paylaşacağım. İlk videom qaydalar üzrə olacaq. İndi gelin başlayaq. Ben birinci EBOB EKOB'un qaydasından başlamak istəyirəm. EBOB en büyük ortak bölen demektir. Biz EBOB-u necə tapa bilərik? İndi gəlin yerinə ədədlər qoyub hesablayaq. İlk öncə bunları sadə vuruqlara ayıracağıq. 2, 27, 3, 9, 3, 3, 1. 72'ni de sade vuruqlara ayıraq. EBOB tapan zaman hər ikisində də ortak olan ədədi götürdük. Yəni hər ikisində də ortak olan ədəd 2 var. Sonra 3'lər də var. 2 üçün. İndi isə bunları bir-birinə vururuq. Cavabımız eləyir 18. EBOB 18 oldu. İndi isə gəlin bunların EÇOB-unu tapaq. EKOB-unu tapan zaman böyük ədədi götürürük və böyük ədəddə hansı rəqəm çatışmırsa, onu qonşudan özümüzə gətiririk. Burada da 3 bizdə yoxdur. Ona görə 3'ün birini qonşudan götürürük. Eləyir 216. Və EBOB EKOB-da belə bir işarə var. Bu işarə o deməkdir ki, ortak olmayan ədədlərin hasili. Yine 54 ve 72 ədədlərini götürürük. Sadə vuruqlara ayırırıq. İndi baxaq. 2 var. Sonra 3. Burada 3 tane 3 var. Bizdə də 2 tane 3 var. İndi burada ortak olmayan 3 ve 2 tane 2 oldu. Bunlar da artık birbirine vururuq. Cevabımız olur 12. İndi isə gəlin qarşılıqlı sadə ədədlərin EBOB-un EKOB-unu hesablayaq. Qarşılıqlı sadə ədədlərin EBOB-ları bərabər olur 1'ə. EÇOB-ları isə onların hasilinə. Məsəl üçün, gəlin ədəd qoyub hesablayaq. Burada ədədimiz olsun, qarşılıqlı sadə olmalı olduğuna görə 12 və 11. İndi sadə vuruqlara ayıraq. 11 ilə 2'yə özündən başqa heç bir ədədə bölünmür, yəni sadə ədəddir. Burada EBOB-lar
Biz EBOB-da dedik ki ortak olan. Burada da ortak birdən başqa heç bir şey yoxdur. Biri de artık öz-özünə vurduğumuz zaman yenə də 1 alınır. İndi isə ekobun tapar. 2. Burada böyük ədəd 12-dən. Yenə 12-ni vurmalıyıq 11-də. Bu formada yenə də A vurulsun B kimi hesablandı. Bir də belə bir qaydamız var. B-dən kiçik B ilə qarşılıqlı sadə olan ədədlər. Ədədlər cəmi. Yəni o ədədlərin sayını tapın. Onda ədədimiz olsun 54. %54'ü sadə vuruqlara ayıraq. İndi isə gəlin hesablayaq. Bir tam çıxılsın 2'də 1. Daha sonra mərtəbəli asılı bir tam çıxılsın 3'də 1. Əgər siz tamlarla çıxmaqda çətinlik çəkirsinizsə, bunu 2'də 2, 3'də 3 kimi də götürə bilərsiniz. İndi hesablayaq. 2'də 1 vurulsun 3'də 2. Eləyir 6'da 2. İndi gəlin 54'ün 6'da 2 hissəsini tapaq. 6'ya bölüb 2'ye vuracaq. O da bərabər olacaq 18'e. Bugünkü video izahımız da bu qədər. Sağ olun. Digər video izahlarında görüşənədək.